Salam əziz şagirdlər. Bu dərsimizin mövzusu insan məməlilər sinifinin nümayəndəsidir. Bu dərsimizdə insanın məməlilərlə oxşar və fərqli əlamətlərindən və insanın ali sinif fəaliyyətindən danışacağıq. İnsanın məməlilərlə oxşar xüsusiyyətləri. İnsan məməlilər sinifinin nümayəndəsi olduğu üçün məməlilərlə bir sıra oxşar xüsusiyyətlərə malikdir. Məməlilərdə olduğu kimi insanın da onurğa sütununun boyun şöbəsində 7 fəqərə var. Dişlər kəsici, köpək və az dişlərinə ixtisaslaşmışdır. Əksər məməlilərdə olduğu kimi insanda da dölün inkişafı ana bətnində gedir və yeni doğulan balasını südü ilə bəsləyir. İnsanda da döş boşluğu qarın boşluğundan diafraqma adlanan əzələ və orqan ilə ayrılmışdır. Bütün məməlilər kimi insanda isti qanlıdır və sabit bədən temperaturuna malikdir. İnsanı məməlilərdən fərqləndirən əlamətlər. Bu əlamətlərə onurğanın estivari əyriliyi, dik yerimə, sağ şəkilli ayaq və kəllənin beyin şöbəsinin üst şöbəsindən böyük olması kimi əlamətlər aiddir. İnsanın ali sinir fəaliyyəti. Sinir sistemi yüksək səviyyədə inkişaf etmiş canlılarda ali sinir fəaliyyəti müşahidə olunur. Ali sinir fəaliyyəti dedikdə beyin qabığında baş verən sinir prosesləri nəzərdə tutulur. İnsan digər canlılardan fərqli olaraq mükəmməl ali sinir fəaliyyətinə malikdir. Belə ki, yüksək dərəcədə inkişaf etmiş şuur, mücərrəd təfəkkür və nitq yalnız insana məxsusdur. Ali sinir fəaliyyətinin əsasını reflekslər təşkil edir. Refleks dedikdə, orqanizmin mərkəzi sinir sisteminin iştirakı ilə xarici qıcıqlara qarşı verdiyi cavab reaksiyası nəzərdə tutulur. Reflekslər şərti və şərtsiz olmaqla iki yerə ayrılır. Şərtsiz anadan gəlmə reflekslər. Bu reflekslərə müdafiə, səmt, qida kimi reflekslər aiddir. Buna misal olaraq insanın asqırması və ya öskürməsi, isti bir əşyaya toxunduqda əlini tez geri çəkməsi, parlaq və ya zəif işığın təsirindən göz bəbəklərinin genəlməsi və ya daralması kimi reflekslər aiddir. Şərti reflekslər. Şərti və ya qazanılmış reflekslərin yaranması üçün müəyyən şərtlər olmalıdır. Bu reflekslər bütün həyatı boyu meydana gəlir və orqanizmi dəyişən mühit şəraitinə uyğunlaşdırır. Buna misal olaraq, ömründə bir dəfə limon yemiş insanın limon gördükdə onda ağız suyu ifraz olunması və ya qol saatını evdə unudan insanın qeyri-ixtiyari qoluna baxması kimi refleksləri misal göstərmək olar. Heyvanlardan fərqli olaraq insanlarda xüsusi ünsiyyət vasitəsi olan nitq yaranmışdır. Nitqin yaranması ilə əlaqədar mücərrəd təfəkkür inkişaf etmişdir. Belə ki, bunun sayəsində insan düşünür, müxtəlif mühakimələr yeridir. Hadisələrə qarşı öz fikirlərini ifadə edir. Əziz şagirdlər, diqqətiniz üçün təşəkkür edirəm.